Həzrəti Əli əleyhissalam buyurur, bir gün Peyğəmbərə borcumdan şikayət elədim ki, ya Peyğəmbər, mənim borcum çoxdur, ödəyə bilmirəm, öhdəsindən gələ bilmirəm. Deyir, Peyğəmbər mənə bu duanı öyrətdi ki, bu duanı çox oxu. Deyir, mən bu duanı oxuyandan sonra Allahın lütfü ilə bütün borclarım ödəndi və alimlərdən biri deyir ki, mən də bu duanı sınadım, gördüm ki, bəli, hədisdə gəldiyi kimi borcun ödənilməyində təsirlidir. Dua budur. Allahümmə əğnini bi halalikə ən haramik və bi fəzlikə əmmən sivak. İlahi, məni halalundan, haramdan ehtiyatsız elə və öz fəzlün və lütfünlə hamıdan ehtiyatsız elə. Nə gözəl duadır, necə gözəl bir istəkdir. İnsanın istəyi, insanın dualarından biri bu olsun ki, insan başqalarına möhtac olmasın.